Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Əziz müəllimlər, hal-hazırki mövzumuz plastik kütlə və onun insan həyatında rolu. Bəli, bu mövzudan öyrənəcəyik plastik kütlənin bizim həyatımızda nə kimi rolu vardır. Keçid edək mövzumuza müəllimlər. Plastik kütlədən hazırlanmış plastik kütlədən hazırlanmış məmulatlar 19-cu əsrin sonunda nə zaman? 19-cu əsrin sonunda meydana çıxırdı. Və tədricən insan həyatına bütünlüklə daxil olmuşdur. Əgər ətrafa göz yetirsək, görərik ki, bugün bizi çoxlu sayda plastik kütlədən hazırlanmış məmulatlar əhatə edir. Bəli, ətrafımıza həqiqətən də nəzər salanda, demək olar ki, bizim işimizi rahatlaşdıracaq plastik kütlədən hazırlanmış məmulatlar əhatəmizdə, ətrafımızda çoxdur. Bəli, bu plastik kütlədən hazırlanmış məmulatlar nə zaman meydana gəlmişdi müəllimlər? 19-cu əsrin sonundan demək olar ki, meydana çıxmışdı və tədricən də bizim həyatımıza bütünlüklə daxil olmuşdu. Bəli, şəkildə gördüyümüz hansı ki, plastik kütlədən hazırlanmış məmulatlardır, onlarla ayrı-ayrılıqda tanış olacaq və yenidən bu slayda qayıdacaq. Öyrəndikdən sonra özünüz üçün refleksiya apararsınız ki, bizim öyrəndiyimiz hansı ki, bu şəkillər hansı plastik kütlə formasına aiddir. Bəli, bu da hansı ki, plastik kütlədən hazırlanmış xammaldır. Gəlin görək, plastik kütlə nədir müəllimlər? Plastik kütlə kimya sənayesində polimerdən alınır, təzyiq altında qızdırılır və verilmiş formanı alır. Deməli, plastik kütlə kimya sənayesində polimerdən alınır, təzyiq altında qızdırılır və bizim istədiyimiz formanı alır. Daha sonra soyuduqdan sonra onu qoruyub saxlaya bilir. Qızdırıldıqda istədiyimiz formanı ala bilir, soyuduqdan sonra onu qoruyub saxlaya bilir. Bəli, təbii, süni və sintetik mənşəli materialdır. Əla. Deməli, plastik kütlə nədir? Təbii, süni, sintetik mənşəli materialdır. Bəs alınması hardan alınır? Kimya sənayesindən, polimerdən alınır. Bəs necə alınır? Təzyiq altında formasını alır, soyuyandan sonra öz formasını qoruyub saxlaya bilir. Bəli, təbii, süni və sintetik mənşəli materialdır. Plastik kütlənin fiziki, mexaniki və texnoloji xassələri polimerlərin növündən və sayından asılıdır. Deməli, fiziki, mexaniki və texnoloji xassələri polimerlərin növündən, sayından asılıdır. Mexaniki xassələri nə idi müəllimlər? Hansı ki, əyilməsi, kəsilməsi, texnoloji xassələri, əridilməsi. Polimerlər yüksək molekulyar birləşmələrdən ibarətdir. Deməli, xətti, şaxəli, bir də torvari struktura malikdir. Dedik ki, xətti, baxın, bir xətt üzrə düzülür, şaxəli, bir də torvari struktura malikdir. Gəlin slaydımıza nəzər salaq müəllimlər. Dedik ki, plastik kütlə nədir? Plastik kütlə kimya sənayesindən, polimerdən alınır, təzyiq altında qızdırılır, forma alır. Soyuyandan sonra isə o formanı qoruyub saxlaya bilir. Qoruyub saxlayan təbii, süni, sintetik mənşəli material nə oldu? Plastik kütlə oldu. Plastik kütlənin asılılığı nədən asılıdır? Fiziki, mexaniki və texnoloji xassələri polimerlərin növündən, bəli, polimerlərin növündən, baxın, bunlar polimerlərdir, bunların növündən və sayından asılıdır. Polimerlər dedik ki, xətti ola bilir, şaxəli ola bilir, bir də ki, torvari struktura malik ola bilir. Plastik kütlə hazırlamaq üçün istifadə edilən təbii xammalın iki mənbəyi var. Bəli, iki mənbəyi var. Plastik kütlə hazırlamaq üçün xammalın iki mənbəyi var. Gəlin, baxaq görək, xammalın mənbəyi hardan əldə olunur? Təbii polimerlərdən çevrilmə nəticəsində alınan bir sıra plastik maddələr. Təbii polimerlərdən çevrilmələr nəticəsində alınan bir sıra plastik maddələr. Məsələn, selüloza,
və ya zülal əsaslı birləşmələr. Bəli, bunlardan təbii polimerləri biz çevrilməsi nəticəsində plastik maddələr ala bilirik. İlk öncə nə oldu müəllimlər? Təbii polimerlərdən çevrilmələr nəticəsində alınan bir sıra plastik maddələrdir. Nümunə olaraq da selüloza və yaxud da zülal əsaslı birləşmələri göstərdik. Kimyəvi sintez yolu ilə aşağı molekul kütləli birləşmələrin yüksək molekul kütləli birləşmələrin alınması ilə, baxın, aşağı molekul kütləli birləşmələr yüksək molekul kütləli birləşmələrdən kimyəvi sintez yolu ilə alına bilir. Məsələn, kömürdür, təbii qazdır, neftdir, bəli, bunların birləşməsi nəticəsində alına bilir. Gəlin görək polimerlərdən harda istifadə olunur. Harda istifadə olunmasını öyrənməmişdən öncə bir də xatırlayaq. Xammalın iki mənbəyi oldu. Hansı ki, təbii xammalın iki mənbəyi oldu. Birincisi selüloz zülal əsaslı birləşmələr idi. İkincisi də ki, kömürdür, təbii qaz, neftdir. Bəs selüloz və zülal əsaslı birləşmələr necə əldə olunur? Dedik ki, təbii polimerlərin çevrilməsi nəticəsində alınır. Bəs digəri necə idi? Hansı ki, kömürdür, təbii qaz, neftdir. Burada isə kimyəvi sintez yolu ilə alınır. Kimyəvi sintez yolu ilə. Aşağı molekul kütləli birləşmələrlə yüksək molekul kütləli birləşmələrdən alınır. Nümunə də göstərdiyi kömürdür, təbii qazdır, neftdir. Bəli, bunlarla sintez olunaraq alına bilir. Gəlin baxaq görək harda istifadə olunur. Plastik kütlədən bir çox məişət əşyalarını, bəli, ütü altlıqlarıdır, paltardır, paltar üçün qarmaqcıqlardır, daraqdır, mətbəx avadanlığıdır, məktəb ləvazimatlarıdır, bəli, məişət əşyalarında hətta plastik kütlədən istifadə olunur. Dedik ki, məişət əşyalarının istehsalında geniş istifadə olunur. Bəs necə hazırlanır? Hazırlanmasına baxaq. Nə hazırlanır daha doğrusu? Plastik kütlədən olan məmulatlar təkcə məişətdə istifadə olunmur. Bəli, ondan maşın və ya dəzgahların bəzi hissələri, qablaşdırma materialları hazırlanır. Bu materialdan təkcə bir dəfəlik qab-qacaq deyil, mebel və s. belə demək olarsa, gündəlik tələbat malları hazırlanır. Deməli, istifadə olundu, müəllimlər. Bir çox məişət əşyalarında geniş istifadə olundu. Bəs nələrdən, belə deyək də, plastik kütlədən hazırlanır. Bəs nələr hazırlanır? Maşınlardır, dəzgahlardır, bunların bəzi hissələridir. Qab-qacaqlardır, mebeldir. Yəni, gündəlik tələbatlar hansı ki, plastik kütlədən hazırlana bilir. Plastik kütlə hansı üstün cəhətlərə malikdir? Müəllimlər, mən burada üstün cəhətləri konspekt olaraq da vermişəm sizin üçün. Bunlara daha yaxşı baxaq. Plastik kütlə hansı üstün cəhətlərə malikdir? Hazırda plastik kütlədən olan məmulatları arzu olunan edən əsas cəhət onların ucuz olmasıdır. Bəli, onlar ucuzdurlar. İstədiyimiz qiymətə, biz ucuz qiymətə ala bilirik hər hansı bir əşyanı, plastik əşyanı. Bununla yanaşı, onlar elastikdirlər. Bəli, ucuzdur, elastikdirlər. Az sıxlığa malikdirlər. Bəli, sıxlıqları azdır, az sıxlığa malikdirlər və korroziyaya məruz qalmırlar. Korroziyaya məruz qalanların hansıları idi müəllimlər? Bunu özlüyümüzdə refleksiya eləyək. Videonu dayandırıb özünüzün sadalaya bilərsiniz. Bu məmulatların elektrik və istilik keçiriciliyi aşağıdır. Elektrik və istilik keçiriciliyi aşağıdır. Bəs elektrik və istilik keçiriciliyi yüksək olan məmulatlar hansılardır? Metallar hansılardır müəllimlər? Onu da özünüz üçün refleksiya eləyin. Səs udma və titrəyiş udma xassələrinə malikdir. Bəli, səs udma, titrəyiş udma xassələrinə malikdir. Bəli, bir də sadalayaq müəllimlər. Dedik, ucuzdur, elastikdir, az sıxlığa malikdir, korroziyaya məruz qalmır. Elektrik istilik keçiriciliyi aşağıdır. Titrəyiş udma xassəsinə, eyni zamanda da titrəyiş udma xarakterinə malikdir, xassəsinə malikdir. Səs udma, eyni zamanda da səs udma xassəsinə malikdir. Çəkiləri azdır. Bəli, baxırıq ki, bax, burada şəkildə baxaq. Çənlərə baxırıq. Yəni, genişdir də, böyüdür. Amma biz onu əlimizlə qaldıra bilirik. Yəni, çox da çəkisi yoxdur. Odur ki, çəkisi azdır. Nisbətən uzun ömürlüdür. Nisbətən uzun ömürlüdür. Rahat yuyula bilir.
müxtəlif rənglərə boyana bilir. Bəli. Gəlin bir də sadalayaq müəllimlər. Bunların üstün cəhətləri nə idi? Ucuz idi, çəkisi az idi, az sıxlığa malik idi, rahat yuyulurdu, elastik idi, elektrik istilik keçiriciliyi aşağı idi, səs udma xassəsinə malikdir, uzun ömürlüdür, rahat yuyulur, boyanır və istədiyimiz rəngə boyaya bilirik və bir də korroziyaya məruz qalmır. Videonu dayandırıb özümüz üçün sadalaya bilərik bunları. Plastik kütlədən olan məmulatların müasir çeşidi ekoloji cəhətdən yüksək göstəricilərə malikdir ki, bu da onlardan həyatın müxtəlif sahələrində geniş istifadə olunmasına imkan verir. Plastik kütlədən olan məmulatlara yeni, daha böyük tələblərin qoyulduğunu nəzərə alaraq, mütəmadi şəkildə onların keyfiyyətinin yaxşılaşdırılması üzrə işlər aparılır. Bəli. Gəlin görək müəllimlər, plastik kütlənin hansı növləri var? Ən maraqlı məqamlara gəldik, toxunduq artıq. Plastik kütlənin növləri. Hər bir insan gündəlik həyatında bir çox plastik kütlə növündən olan məmulatlardan istifadə edir. Onları gəlin nəzərdən keçirək. İlk başladığımız hansı ki polietilendir? Polietilen. Hər kəs polietilen haqqında eşidib. Hər bir insanın əlinin altında bu materialdan hazırlanan bir neçə əşya tapılar. Qapını bağlayım. Üzürlü sayın müəllimlər. Deməli, dedik ki, hər kəs polietilen haqqında eşidib. Yəni, əlimizin altında həqiqətən də baxsaq, bir neçə əşya tapa bilərik ki, o polietilendən hazırlanır. Plastik kütlənin bu növü yüksək möhkəmliyə malikdir. Bəli, bunu da özümüz üçün açar məqamlar kimi qeyd eləyək. Dedik ki, yüksək möhkəmliyə malikdir. Yəni, burada bir yerdə özümüz üçün açar məqamları qeyd edək. Daha sonra temperatur fərqinə davamlıdır. Bəli, temperatur yazacağım müəllimlər. Bunu özünüz artıq bilərsiniz. Temperatur fərqinə davamlıdır. Daha sonra xoşagəlməz qoxusu yoxdur. Qoxu yoxdur. Xoşagəlməz qoxusu yoxdur. Daha sonra qidalanmada istifadə üçün təhlükəsiz hesab edilir. Təhlükəsizdir. Bəli, polietilen haqqında müəllimlər, davamını da deyim. Polietilen məmulatlar müxtəlif kimyəvi birləşmələrlə qarşılıqlı təsirdə olurlar. Bəli, müxtəlif kimyəvi birləşmələrlə qarşılıqlı təsirdə olduqda, əsasən öz əvvəlki xassələrini dəyişmir. Kimyəvi birləşmələrini, dedik ki, öz xassələrini dəyişmir. Öz xassələrini dəyişmir yazaq. Və onu siz xatırlayacaqsınız ki, nə zaman öz xassəsini dəyişmir? Kimyəvi təsirə məruz qaldıqda. Belə müəllimlər, dedik ki, polietilendən oyuncaqlar, müxtəlif qablaşdırma materialları, nazik pərdə, müxtəlif həcmli çənlər, süd məhsulları və şirələr üçün şəffaf butulkalar, məişət kimyası və mühərrik yağları üçün müxtəlif qablar hazırlanır. Bəli, polietilendən hansı ki gördüyümüz oyuncaqlar polietilendən hazırlanır. Bazarlığa gedirik, hansı ki bax istifadə etdiyimiz torbalardır, polietilen torbalardır. Sonra biz demək olar ki tez-tez rastlaşırıq ki, parça emalında polietilen plyonkadan istifadə edirik, hansı ki əgər bizim karka kağızımız yoxdursa, ülgü götürmək üçün polietilen plyonkadan da istifadə edə bilirik. Daha sonra pomidorun becərilməsində polietilen plyonkadan istifadə etdik. Bəli, yadımıza salaq müəllimlər o mövzuları. Demək olar ki, polietilen bizə çox lazım olur. Deməli belə, dedik ki, polietilendən oyuncaqlar, qablaşdırma materialları, nazik pərdə, müxtəlif həcmli çənlər, daha sonra dedik ki, butulkalardır, süddür, süd məhsullardır, şirələr üçün şəffaf butulkalardır,
Baxın müəllimlər, bu da onun hansı ki hazırlayacağımız xam maldır. Mirvariyə oxşuyur. Bax, belə yadımızda saxlayaq. Muncuğa oxşuyur, mirvariyə oxşuyur. Tam da şəffaf deyil. Baxın, polipropilen şəffafdır, açıq şəffafdır. Amma polietilen isə ağ rəngdədir. Dedik, süd məhsulları, şirələr üçün şəffaf butulkalar, məişət kimyası və mühərrik yağları üçün müxtəlif qablar, bəli, çənlərdir. Biz polietilendən hazırlamış oluruq. Daha sonra polipropilenə baxaq müəllimlər. Polipropilen tez dağılır. Bəli, tez dağılır. Polietilenin nisbətən şaxtaya davamlılığı azdır. Şaxta yazıram. Onu siz qeyd edə bilərsiniz. Şaxtaya davamlılığı azdır. Alimlər belə hesab edirlər ki, o insan həyatında və ətraf mühitə heç bir təhlükə yaratmır. Təhlükəsi yoxdur. Bəli, təhlükəsizdir. Qida sənayesində istifadə üçün tam yararlıdır. Ətraf mühitə qarşı davamlı polimerdir. Bəli, davamlıdır, yararlıdır. Davamlıdır. Və qida üçün yararlıdır. Daha sonra qab-qacaqdır, borudur və s. bu kimi məmulatların istehsalında polipropilendən istifadə olunur. Qab-qacaq, boru. Ondan butulka qapaqları, disklər, şprislər, vedrələr, yoğurt stəkanları və s. digər məhsullar hazırlanır. Polipropilen təhlükəsiz xammal olduğu üçün ondan uşaq oyuncaqları, qab-qacağı hazırlanır. Bəzən polipropilenə hətta avtomobillərin banında, salonunda da rast gəlmək olar. Bəli, xammal olaraq istifadə edəcək bu məhsuldan, bu xammaldan şəffaf rənglidir. Digəri polietilen ağ rəngdə idi, mirvariyə bənzəyir, amma polipropilen isə pesoka bənzəyir. Bax, belə deyim sizə. Bir oxşatması, bəli, hansı ki, iri zərrəcikli, belə deyək, pesoka bənzəyir, şəkər tozuna. Gəlin bir də müəllimlər refleksiya eləyək. Deyək ki, tez dağılan hansı idi? Polipropilen idi. Şaxtaya davamlılığı az olan hansı idi? Bəli, bu da polipropilendir. Ətraf mühitə təhlükə yaratmır. Bəs bu hansıdır? Bu da polipropilendir. Qida üçün yararlıdır, tam yararlıdır və ətraf mühitə qarşı tam davamlıdır. Davamlı polimerdir, bəli, polipropilendən söhbət gedir. Biz ondan qab-qacaqdır, borudur, smetan stəkanlarıdır, daha sonra maşının banında qab-qacaqdır, oyuncaqdır. Yəni, bunlardan biz istifadə edə bilərik. Şprislərdir, vedrələrdir, yoğurtlardır, yoğurt stəkanlarıdır, belə deyək, yoğurtlar deyirəm. Yoğurt stəkanlarıdır və yaxud da ki, digər məhsullardan biz polipropilendən görmüş ola bilərik. Hazırlanmasını görmüş ola bilərik. Növbəti müəllimlər polistrol. Polistrol qar topasına oxşayır. Qar topu. Sintetik polimer olaraq bu material çox böyük temperatur fərqinə davam gətirir. Məhz bu üstünlüyünə görə o yüksək keyfiyyətli məhsul istehsalında son dərəcə etibarlı və möhkəm xammal kimi geniş istifadə olunur. Həm etibarlıdır, həm də möhkəm xammaldır. Qeyd eləyək. Etibarlıdır və möhkəmdir. Temperatur fərqinə davam gətirir. Temperatura davam gətirir. Çox böyük temperatura davam gətirir. Polistrolun fizioloji cəhətdən təhlükəsizliyi ondan insanın gündəlik həyatına daxil olan məişət, əmtəə mallarının və avadanlıqların, məsələn, duş kabinələrinin ara kəsmələrinin, qida üçün konteyner və qablaşdırma məmulatlarının, mətbəx ləvazimatları və fincanların, mənzillərdə istiliyi təmin edən izolə edici lövhələrin və s. hazırlanmasına şərait yaradır. Bəli, müəllimlər, baxın, şəkildə gördüyümüz hansı ki, qar topasına oxşar nə oldu? Polistrol.
Polistrol oldu. Bu da hansı ki, bilmirəm, siz də uşaq vaxtı bunlarla oynamısınız yoxsa yox. Biz bundan qar əvəzinə uşaqlarla didirdik onu. Cəmçi qar yağır, yayda belə oynayırdıq. Karnizlər hazırlanır polistroldan. Yəni bir çox məmulatları sadaladıq. Duş kabinələrinin ara kəsmələri idi, qidalar üçün konteynerlər, qablaşdırma məmulatları idi, mətbəx lavazımatı, fincanlar, mənzillərdə istiliyi təmin edən izole edici lövhələr və s. hazırlanmasına şərait yaradır. Nə? Polistrol. Etibarlıdır, möhkəm xammaldır, çox böyük temperatur fərqinə davam gətirir. Bəli, növbəti müəllimlər, üçünü öyrənmişik, polietilen öyrənmişik, polipropilen öyrənmişik, bir də polistrol öyrənmişik. Polietilen, polipropilen, polistrol. Növbəti müəllimlər polikarbonatdır. Bəli, buna diqqətlə baxaq müəllimlər. Bu maddə yüksək temperatura davamlıdır. Bəli, bu da yüksək temperatura davamlıdır. Başqa hansı idi yüksək temperatura davamlı? Aha, yüksək temperatura davamlı olan başqa hansı idi? Polistrol. Bəli, çox böyük temperatur fərqini davamlıdır dedik. Bu maddə yüksək temperatura davamlıdır. Odur ki, onu əritmək asan deyil. Adətən 135 dərəcə temperaturda material öz ilkin xassələrini saxlayır. 135 dərəcə temperaturda material öz ilkin xassələrini saxlayır. Bəli, 135 dərəcəyə qədər biz onu əritsə, öz ilkin xassəsini saxlaya bilir. Bəli, təsadüfi deyil ki, şəffaf polikarbonat güllə keçirməyən şüşə kimi tanınır. Bəli, biz bu polikarbonatı yəni digərləri ilə müqayisədə daha üstün görmüş olacaq. Çünki güllə keçirməyən şüşə kimi tanınır şəffaf polikarbonat. Şüşənin ekoloji xassələrinə malik olan bu material ondan daha möhkəmdir. Bəli, şüşədən daha möhkəmdir. Odur ki, polikarbonatdan sadə şüşənin dözməyəcəyi məmulatların, məsələn, plastik kütləni əridib tökmək üçün formalı pres qəliblərin, kosmonavtikada, hərbi sənayedə, orqanik texnikanın, mebelin hazırlanmasında və s. istifadə olunur polikarbonatdan. Bəli, daha yüksəkdir, digərlərinə nisbətən daha yaxşısıdır, belə deyək, polikarbonat. Dedik ki, nə deyilir buna? Güllə keçirməyən deyilir. Bunu da bir kopya eləyim burada. Açar söz 135 dərəcə. 135 dərəcədə hansı ki, öz ilkin xassələrini saxlaya bilir. Daha sonra dedik ki, buna güllə keçirməyən şüşə deyilir. Sonra polikarbonatdan sadə şüşənin dözməyəcəyi məmulatlar hazırlayırlar. Məsələn, plastik kütləni əridib tökmək üçün, baxın, ərinmiş məhluldur. Biz pres qəlib kimi nədən istifadə edirik? Polikarbonatdan istifadə edirik. Həmin polikarbonatda istədiyimiz məmulatın formasını ala bilərik, yəni ərimir. Kosmonavtikada, hərbi sənayedə, orqanik texnikanın, mebelin hazırlanmasında və s. istifadə olunur. Bizə sual düşə bilər, güllə keçirməyən şüşə adlanan plastik kütlə hansıdır? Təbii ki, polikarbonatdır. Şaxtaya davamsız olan hansı idi müəllimlər? Polistrol deyəm, polipropilenin şaxtaya davamlılığı azdır. Daha sonra sintetik polimerdir, polistrol, sintetik polimer. Bunu da qeyd edək. Sintetik polimerdir. Polikarbonat da öyrəndik müəllimlər, 4-ünü öyrənmişik və sonuncu polivinil xloriddir. PVX da deyirlər buna. Ağ rəngdə plastik kütlədir. Bunları fərqləndirməyə müəllimlər hansı ki, xammal olaraq dedik ki, bu muncuğa oxşuyur. Bu deyəndə ki, yəni polietilen muncuğa oxşuyur. Polipropilen pesoka oxşuyur. Polistrol qartopasına oxşuyur. Polikarbonat, hansı ki, polikarbonat lövhə şəklində, belə deyək də, bax, bu formada şəkildə görünür.
Polivinil xlorid. Polivinil xloridi də nəyə bənzədək müəllimlər? Düyüyə bənzəyirmi? Bəli, polivinil xlorid, buna PVX deyirik. Ağ rəngdə plastik kütlədir. Polivinil xlorid, boru, nazik təbəqə. Polivinil xlorid liflər, ayaqqabı plastikaları, linoleum. Linoleum hansı ki, evdə falan istifadə edirik, döşəməyə sərilir ki, rütubət evə keçməsin, belə bir şey. Qapı ağızlarına çox vaxtı sərirlər. Linoleum, mebel haşiyələri və s. istehsalında tətbiq olunur. Deməli, bir də nəzər salaq müəllimlər. Dedik, polivinil xlorid ağ rəngli plastik kütlədir. Boru, nazik təbəqə, polivinil xlorid liflərdən ayaqqabı plastikalardır, linoleumdur, mebel haşiyələrdir və s. Polivinil xloriddən istifadə olunur. Eləcə də PVX-nın, yəni polivinil xloridin tətbiq dairəsinə qramofon valları, pəncərə, qapı, bəli, pəncərə qapıda da polivinil xloriddən istifadə olunur. Geniş çeşidli naqil və kabellər üçün büzmələnmiş boru istehsalı daxildir. Plastik kütlədən olan məmulatların bütün müsbət cəhətlərinə baxmayaraq, onlardan istifadədə ehtiyatlı olmaq lazımdır. Bəli, istifadədə ehtiyatlı olmalıyıq. Nə qədər də desək, insan həyatına ziyanı yoxdur, yəni yenə də ehtiyatlı olmaq lazımdır. Çünki plastik kütlənin bəzi növləri insan və ətraf mühit üçün ziyanlı ola bilər. Plastik kütlənin zərərli təsirindən qorunmaq üçün bu materialdan tamamilə imtina etmək lazım deyil. Sadəcə doğru seçim etmək, yəni təhlükəli plastik kütlə növlərindən hazırlanmış məmulatları istifadədən kənarlaşdırmaq lazımdır. Bəli, doğru seçim etməliyik. Təhlükəli plastik kütlə növlərindən hazırlanmış məmulatları istifadədən kənarlaşdırmaq lazımdır. Bəli, bu da oldu bizim hansı ki